Pigmalion effekti nedir bilirsinizmi? Sevgiye inanmayan bir heykeltıraş özellikleriyle yarattığı heykele aşık oldu. Kipirli heykeltıraş Pigmalion kadınların kusurlu varlıklar olduğunu düşünürdü. Buna göre de fil dişinden hayalindeki kadını yaratmaya karar verdi. Bütün vaxtını buna sərf edirdi. O heykeline süt kimi ağ mənasını verən Galatea adını qoydu. Xəyalındakı qadını tamamilə yaratmaq bacaran Pigmalion bu heykələ aşık oldu. İlahi Afrodite heykeltıraşın güclü hisslərinə laqeyd qala bilmədi və heykəli canlandırdı. Beləcə Pigmalion və Galatea bir-birinə qovuşdu. Bunun nəticəsində Pigmalion effekti yarandı. Pigmalion effekti bir insanın başqalarının ona olan inancına uyğun davranmağa başlamasıdır. Yəni əgər birinə inanıb onun uğurlu olacağını gözləsək, o da bu inama uyğun şəkildə davranıb həqiqətən uğur qazana bilər. Əksinə, əgər birinin bacarıqsız olduğunu düşünsək və ona qarşı bu münasibəti göstərsək, o da özünü zəif hiss edib gözlənildiyi kimi uğursuz ola bilər. Qısası Pigmalion effekti inamın və gözləntilərin reallığı formalaşdıra biləcəyini göstərən bir simvoldur.